lazım məsələləri. Deməli, baxaq, bu genetika biraz böyük mövzudur, yəni 2 dəfəyə keçərik. Tamam, Bilmiyorum, keçə bilmərik. tamam, Baxaq genetikanın inkişafına. Ümumiyyətlə, genetikanın adı bilirik ki, Mendelin adı ilə əlaqəlidir. Lakin hələ Mendeldən öncə də 1763-cü ildə, bu kitabda da var, Kelvin adlı bir alim bir bitkin tozluğu ilə elə həmin növə aid digər bir sortda olan bitkin tozlandırılmışdır. Lakin o bu yəni işlərini davam etdirə bilməmişdir. Ona görə də genetikanın inkişafını və Mendelin adı ilə bağlı ilə baxmayaraq ki, ilk dəfə olaraq bu işlə məşğul olan məhz Kelly adlı bir alim olmuşdur. O, yəni hər iki valideyn xüsusiyyətini daşıma səbəbini deyə bilməmişdir. İlk dəfə olaraq Mendel adlı bir çex alimi 1865-ci ildə deməli noxud bitkisi üzərində təcrübələr aparır və daha sonra bunu Nagel adlı professora göndərir, lakin müsbət bir cavab ala bilmir. Və Mendelin deməli bu kəşf, yəni bunu təcrübə etməkdən ilk 35 il sonra, yəni 1900-cü ildə yenidən bu işə baxılır, amma artıq o zaman Mendel həyatda deyildi. Lakin həyatda olmasa belə, yəni onun işləri yenidən araşdırılır və Mendel və bu deməli bu qanunlar belə Mendel qanunları olaraq elmə daxil edilir 1900-cü ildə. Genetika nədir? Genetika, deməli, bilirik ki, orqanizm irsiyyət və dəyişkənliyin qanunlarını öyrənən elmdir. Yəni nə? Məsələn, biz insanı götürək də, insan həm atasına oxşuyur, həm anasına oxşuyur, həm babasına, həm nənəsinə xüsusiyyətlər ola bilər. Lakin bununla bərabər özünə xas olan xüsusiyyətlər də ola bilər. Yəni, genetika bunları öyrənir ki, bu xüsusiyyətlərin hansı irsən nəsli ötürülür, atadan nə keçir, anadan nə keçirlər, bizim özümüzdə hansı dəyişkənlik baş verir, bu necə olur? Bütün bunların qanuna uyğunluqlarını öyrənən bir elmdir. Genetikada bəzi terminlər var ki, hansı ki, bunları biz öyrənməliyik, bilməliyik ki, məsələ həll edəndə bunlardan istifadə edəcəyik. Genetikada dominant əlamət və ya dominant gen, bir də resessiv əlamət və ya resessiv gen anlayışları var. Nə deməkdir bunlar? Dominant əlamət odur ki, heterozigot vəziyyətdə üstünlük təşkil edən fenotipdə üzə çıxan əlamətlərdir. Bu nə deməkdir heterozigot vəziyyətdə? Yəni, dominant əlamət dedikdə, biz yadınızdadır, yəni noxudun sarı rəngi və yaşıl rəngini deyirik. Sarı rəng deyirik dominantdır, yaşıl rəng resessivdir. Nə deməkdir? Yəni, sarı rəng həm böyük A olanda üzə çıxır, yəni belə olanda üzə çıxır, həm də böyük A, kiçik A olanda üzə, yəni bir üzə verir. Yəni, bu nə deməkdir? Bu heterozigotdur da, eləmi? Böyük A. Yəni, heterozigot vəziyyətdə üzə çıxan, fenotipdə üzə çıxan əlamətə biz dominant əlamət deyəcəyik. Amma yalnız resessiv vəziyyətdə, yəni kiçik A-lar olanda və ya kiçik B olsa, ancaq kiçik olanda, yəni resessiv belə homozigot vəziyyətdə üzə çıxan əlamətə isə resessiv, yəni gizlində qalan fenotipdə üzə çıxmayan əlamət deyəcək. Baxın, burada gizlində qalıb, fenotipdə üzə çıxmır. Ancaq homozigot vəziyyətdə olduqda artıq resessiv əlamət olsa da üzə çıxır və fenotipdə özünü görür. Məsələn, noxudun hamar forması qırışıq forma üzərində dominantdır. İnsanda da bu cür forma var. Qara göz, mavi göz üzərində dominantdır. Sonra çillilik, məsələn, üzdə çilin olmaması üzərində dominantdır. Bunları keçəcəyik. Lokus nədir? Lokus xromosomda genin yerləşdiyi sahədir. İndi şəkildə sizə göstərəcəm. Bir də var allel genlər. Allel genlər isə homoloji xromosomun eyni bir sahəsində yerləşən və eyni bir əlamətin inkişafına cavabdeh edən genlərdir. Baxın, məsələn, biz dedik ki, məsələn, insandan götürsək, insanda 46 xromosom var da, eləmi? O 46 xromosoma biz 23 cüt niyə deyirik? Çünki hər bir cüt bir-birinə homoloqdur. Yəni, həm quruluşuna, ölçüsünə, üzərində yerləşdiyi genlərə görə bir-birinə oxşardır. Ona görə biz xromosomlar 23 cüt götürürük. Yəni, cüt-cüt işarə edirik və həmin onlar hər bir cütdə yerləşən 2 xromosom homoloji xromosom adlanır.
və homoloji xromosomlar üzərində. Baxın, məsələn, bu A geni sarı rəngdir, bu da kiçik A geni yaşıl rəngi idarə edir. Bunlar da rəngi idarə edirmi, eləmi? Yəni, ikisi də əlamətini idarə edir də. Deməli, bunlar allel genlər. Və bu allel genlər böyük A ilə kiçik A başqa bir xromosomlarda yerləşə bilməz. Ancaq homoloji xromosomun eyni bir sahəsində yerləşəcəkdir. Baxın, bu homoloji xromosom deyil, belə. Yəni, bu A burada yerləşəcək, kiçik A da burada. Ona müvafiq olaraq eyni sahəsində. Yəni, bax, bu digər homoloji xromosomdur. Böyük A burada olub, kiçik A burada ola bilməz. Yəni, biri bir homoloji xromosom, digərisi digər homoloji ola bilməz. Bax, bu ola bilməz belə. Ancaq eyni əlaməti, məsələn, biz desək ki, indi tutaq ki, götürək, böyük B ilə kiçik B. Böyük B, məsələn, olsun, hamar olsun, bu da qırışıq. Eləmi? Bu qırışıq, bu hamar. Bu da bir əlamətdir də, ayrı bir əlamət. Baxın, bunlar özləri də burada yerləşə bilməz. Artıq bir homoloji xromosom üzərində yerləşəcəkdir. Yəni, B burada yerləşəcək, kiçik B də yenə ona müvafiq olaraq bu sahədə yerləşəcəkdir. Bu böyük şəkildə də göstərəcəm sizə. Baxın, görürsünüz, bu homoloji xromosomlar. Bax, belə. Bu homoloji xromosomlarda görürsünüz, allel genlər, məsələn, bax, burada toxumun rəng geni. Burada sarı toxum alleli. Burada indi M hərfi ilə göstərdim, mən A ilə göstərdim. M, buna müvafiq olaraq yaşıl toxum alleli kiçik M. Görürsünüz, bu bir lokus yerləşir. Yəni, bu balaca M burada yerləşə bilməz. Bunun eyni sahəsində yerləşməlidir. Eyni zamanda da hamar toxum geni, bu da ki, yaşıl qırışıq toxum geni, bu da böyük və kiçik, bu da görürsünüz, eyni bir digər bir lokusda yerləşir. Yəni, dəyişir. Bunlar allel genlər adlanır. Yəni, bunlara biz eyni bir əlaməti daşıdığımız allel genlər deyəcək. Ancaq, baxın, bununla bu, sarı toxum, bax, bu M ilə B, bununla bu. Bunlar qeyri-allel genlərdir. Çünki onlar eyni bir əlamətin inkişafına cavabdeh daşımır. Baxın, görürsünüz, biz dedik ki, rəng əlaməti, bir də var forma əlamətini daşıyan genlər. Baxın, forma əlamətini daşıyan genlər ayrıdır, rəng əlamətini daşıyan genlər ayrıdır. Ona görə bu genlər də bir-birinə qeyri-allel hesab olunacaqdır. Deməli, genetikada götürdüyümüz fərdlər homozigot ola bilər, heterozigot ola bilər. Baxın, indi burada yazdığım, bax, bu homozigotdur, bax, bu isə heterozigot. Homozigot nə deməkdir? Yəni, sarfazlaşma zamanı nəsildə parçalanma verməyən, eyni tipli gamet sortu hazırlayanlardır. Yəni, baxın, bu AA, bu hansı gameti verəcək bizə? Ancaq A gameti. Yəni, 100 dənə də gamet hazırlasa, bu gametlərin hamısı A genini daşıyır. Bu da ancaq kiçik A verəcək, eləmi? Bu da ancaq kiçik A genli gamet verəcək. Baxın, bax, bundan bu oldu homozigot. Biz homozigot deyəndə belə götürəcəyik. Heterozigot dedikdə isə çarpazlaşma zamanı nəsildə parçalama verən və müxtəlif tipli gamet sortları hazırlayır. Məsələn, bax bu. Bu iki tip gamet hazırlayır. Böyük A. 2 dənə hazırlamır, 2 növ, yəni biz sayca demirik, yəni növcə deyirik, yəni çoxlu qamet hazırlaya bilər, amma bizə ancaq növü lazımdır, tipi lazımdır, böyük A, kiçik A və bu da deməli heterozigot adlanacaqdır. Və sonunda genotip nədir? Genotip orqanizmin valideynlərdən aldığı bütün genlərin cəmidir. Yəni, hər birimizin valideynlərimizdən aldığı bütün genlərimizin cəmi bizim fenotipimizdir. Fenotipimiz nədir? Bəs fenotip isə zahirən üzə çıxan xarici və daxili əlamətlərin cəmidir. Yəni, biri sizə baxdıqda sizin saçınızın quruluşu, boynunuzun uzunluğu, üzünüzün quruluşu, bax, bunlar fenotipdir. Ancaq genotip isə görünməyən bir, yəni genlərimizin cəmidir, hansı ki, hüceyrədə, nüvədə yerləşən xromosomlarda olan genlərimizin cəmidir.
Və biz genetikada çarpazlaşmalar apararkən parental, filial terminlərdə istifadə edirik. Parental P, yəni valideyn yazacağıq. Filial isə bu isə latınca qız deməkdir. E, e, Bu da yəni nəsildə F1, F2 yazırıq. Yadır indi baxın o yəni F1 nəsil, F2 nəsil. Ümumiyyətlə F filial latınca qız deməkdir, ancaq Yunanca nəsil deməkdir. Çünki bəzən diaqnostik qiymətləndirmədə salmışdılar müəllimlər imtahana. Filial sözünü qoymuşlar, ancaq Yunanca qoymuşdular. Yunanca nəsil deməkdir, latınca isə qız deməkdir. Buna da yadda saxlayarsınız. Baxaq. Mendelin, deməli, indi deyə bilərsiniz, nəyə görə noxud bitkisini seçmişdir? Digər bitkiləri də seçə bilərdir. Ancaq noxud bitkisini seçməyində bir sıra deməli, səbəblər vardır. Yəni, noxud bitkisinin deyə bilər ki, bir sıra üstünlüklər var. Hansı ki, noxud bitkisi il ərzində bir neçə dəfə nəsil verə bilər. Ona görə o əlamətləri izləmək üçün çox vaxt sərf etməyəcəkdir. Məsələn, bir il ərzində 2 dəfə artıq 2 nəsildə olan əlamətləri izləyə biləcəkdir. Eyni zamanda noxud bitkisində bir-birindən deməli fərqlənən 7 əlamət müəyyən etmişdir Mendel. Bunlar hansılar idi? Baxın, toxumun formasına görə hamar və qırışıq olması, sarı və yaşıl olması, çiçəyinin çəhrayı və ağ olmasına görə, meyvəsinin boğumlu və ya hamar olmasına görə, yəni boğumsuz olmasına görə, meyvəsinin rənginə görə, yaşıl və sarı olmasına görə noxudda bir sıra, eyni zamanda baxın, çiçəyin yerləşməsinə görədir. Bəziləri zoğun ortasında və zoğun ucunda yerləşir. Zoğu, demək, gövdəsi uzun olanlar və gövdəsi qısa olanlar. Baxın, bu 7 dənə əlamətə görə bir-biri ilə fərqlənən noxud bitkisi. Ona görə Mendel bütün bu əlamətlərə görə bunu seçmişdir. Və müəyyən edib ki, qanunlarında, baxın, bu hamar rəng qırışıq üzərində dominantdır, sarı rəng yaşıl üzərində, çəhrayı rəng çiçəyi olan bitkilər, ağ çiçəkli olan bitkilər üzərində dominantlıq təşkil edir. Eyni zamanda digərlərini də elə ekran göstərir. Yəni, bizə ən çox lazım olan da elə yəni, məsələlərdə ən çox sarı, yaşıl, bir də hamar qırışıqdan istifadə edəcəyik. İndi gəlin baxaq, hansı ki, bizə verilən genotipə görə qametləri necə tapacaq? Qametlərin tapmaq üçün 2 üstü en düsturundan istifadə olunur. Yəni, bunu yadda bütün hallarda 2 üstü en düsturda hesablanır. En nədir bəs burada? İndi en heterozigot əlamətlərin cəmidir. Necə yəni? Baxaq birinciyə. Bax, görürsünüz, birincidə genotip olaraq nə verir? Böyük B, böyük B, kiçik D, kiçik. Burada heterozigot var. Yox. Bu da homozigotdur, bu da homozigotdur. Böyük B, böyük B, kiçik D, kiçik. Deməli, burada heterozigot əlamət yoxdur. Ona görə biz N-in yerinə 0 qoyacaq. 2 üstü 0, neçə eləyəcək? 1. Deməli, burada əmələ gətirəcək olan qametlərin növü 1 dənə olacaq. B, D. Baxın, indi həqiqətən bunun əmələ gətirdiyi qamet hansı olacaq? Bir dənə B, D. Böyük B, kiçik D. Aydın. İndi bu ikinciyə baxaq. Burada görürsünüz böyük B, kiçik B, kiçik D, kiçik D. Burada neçə dənə heterozigot var? Bir dənə heterozigot. O da budur. Böyük B, kiçik B. Deməli, yerinə 1 qoyuruq, o da 2 üstü 1, 2 eləyir. Yəni, bu 2 növ qamət əmələ gətirəcək. Hansı olacaq? Böyük B, kiçik D, böyük kiçik B, kiçik D. Ümumiyyətlə, qoy bunu deyim, məsələn, belə bir halda biz qamətlərin yəqin ki, tapmağını bilirsiniz də. Buradan mən qaməti necə çıxaracağım? Belə bir halda qamətlər necə alınır? Böyük B ilə bu kiçikdir, bununla da bu. Bilirsiniz də? Qarşılaşır. Bəli. Baxın, indi burada görürsünüz. Burada indi üçüncüyə baxsaq, böyük ya, kiçik ya, böyük də kiçikdir. Burada neçə heterozigotdur? 2 dənə heterozigot var da. Biri bu, biri də bu. Deməli, 2 üstü 2 yazacaq. Neçə edir? 4. Həqiqətən də baxırıq ki, 4 dənə, 4 növ qamət hazırlayacaq.
Baxaq, böyük A böyükdür, böyük A kiçikdir, kiçik A böyükdür, kiçik A kiçikdir. Hı hı. Bu üçüncüyə baxaq. Burada görürsünüz 3 növ əlamət var. Və amma neçə dənə heterozigot var? 1, 2. 2 dənə. Hı hı. Deməli, yenə də 2 üstü 2 yazacaqdır. Burada da yenə 4 növ qamət verəcəkdir bizə. İndi baxın, birdən başqasını yazaq. Böyük A, böyük A, böyük B, kiçik B, sonra böyük C, kiçik C, böyük D, böyük D. Burada indi neçə növ qamət olacaq? Yenə 2 növ olacaq. 2 dənə də heter. Yox, 2 növ olmayacaq. Bax, İyi. 2 üstü 2 qoyacaq da, elə bir Aha. 4 növ qamət verəcək bizə. Aydın oldu. Hı 2 dənə heterozigot var da, biri budur, biri də bu. hı. Deməli, 2 üstü 2 qoyacaq, o da neçə eləyəcək? 4. 4. 4 növ deməli, qamət hazırlayacaq. Hansı qamətlər olacaq onlar? Deməli, böyük A, siz deyin. Böyük A, böyük B, böyük C, böyük D. Hı. Sonra böyük A, balaca B, Aha. balaca C, böyük D. Hı hı. Sonra böyük B, büyük C, büyük D. Karıştırdım. Ha, bunu dedim yok. Bunu dedim. Bir dakika. Büyük A, büyük B, büyük C, büyük D oldu. Sonra büyük A, Bunu daha rahat balaca, ben sizə balaca. söyleyeyim. Necə taparsınız? Baxın. Hı hı. Bax, bu bizə 4. verəcək. Bu bir dəqiqə. Baxın, Tapdım benim. bu bizə verəcək bir dənə A. Hı hı. Bu ikincisi bizə verəcək böyük B, kiçik B. Böyük B. Necə verəcək? Kiçik B. Bu da bizə verəcək yenə böyük C, İşte. kiçik C. Bu bir dənə verəcək. Büyük D olacak. Aha. Ve burada bizim qametlərimiz olacaq. Böyük A, böyük B, böyük C, böyük D. Sonra böyük A, kiçik B, kiçik C, böyük D. Sonra Aha. böyük A, büyük B, Balaca B. kiçik Aha. C, böyük D. Sonra böyük A, büyük B, yok kiçik B, büyük Büyük D, D, D. büyük D. Böyük D. Bildik. Yani 4 dənə növ bizim qametimiz alınacaqdır. Aydın oldu bu. Bunu mütləq bir saxlayın. İndi çarpazlaşmalarda da onu göstərəcəkdir. Hı hı. İndi keçək Mendelin birinci qanunu. Mendelin birinci qanunu dominantlıq qanunu da adlanır və eynişəkillilik qanunu adlanır. Nə deməkdir bu? Mendel bir əlamətə görə fərqlənən valideyn formalarını çarpazlaşdırmışdır. Hansı ki, məsələn, biz dedik, kitabda da var, sarı rəngli noxud toxumlarla yaşıl rəngli o yox, yəni bir alternativ əlamət üstünə görə fərqlənən valideyn formalarını çarpazlaşdırmışdır ki, məsələn, biz dedik ki, Mendel birinci qanunda burada indi noxud bitkisinə qoyacaqlar. Mən bura qoymuşum, baxıram. Yox, çiçəyin üzərində baxaq. Yəni sarı rəngli toxumları olan noxud bitkilərini çarpazlaşdırmışdır və birinci nəsildə müəyyən etmişdir ki, bütün yəni alınan bitkilər hamısı sarı
rəngli toxuma malik olmuşlar. Və bununla da o özünün birinci qanunu, yəni dominantlıq, eynişəkillik qanunu müəyyən etmişdir. Baxın, indi burada görürsünüz, burada indi çiçəyinin rəngini götürək də. Burada çəhrayı çiçəkli noxud bitkilərini, deməli, Mendel, əslində bunu buraya axı mən salmışdım. Yox, bunun üzərində danışaqda, yəqin o toxumları salmağı unutmuşam. Və bu da elə eyni şeydir. Biz əvvəlki dərsdə dedik ya, çəhrayı rəngli çiçəyi ağ rəng üzərində dominantdır da, noxud bitkisi. Baxın, o çəhrayı çiçəkləri olan bitkini ağ çiçəkli olan noxud bitkisi ilə çarpazlaşdırılmış və alınan bütün fərqlər müşahidə etmişdir ki, hamısı nə oldu? İndi burada bənövşəyi rəngdə düşüb, əslində amma çəhrayı rəngdədir. Yəni, alınan bütün fərqlər çəhrayı rəngdə olmuşdur. Və bununla da o müəyyən etmişdir ki, və görmüşdük ki, yəni bütün birinci nəsildə bütün fərqlər hamısı eyni olduğu üçün bu onu dominantlıq və ya eynişəkillik qanunu adlandırılmışdır. Lakin sonradan o F1 nəsli, yəni F1 nəsil hansı oldu? Baxın, çəhrayı çiçək dominant olduğu üçün böyük yağdır, ağ çiçək də kiçik yağdır. Bu A qaməti verəcək, bu isə kiçik A qaməti birləşəndə böyük kiçik yağ olacaq. Baxmayaraq ki, böyük kiçik A-da, ancaq yenə də bu çəhrayı rəngdir, çünki dominant əlamət üstünlük təşkil edir burada. Sonra həmin o böyük kiçik A-ları, yəni F1 nəslini bir-biri ilə çarpazlaşdırır, görürsünüz şəkildə gördüyünüz gibi. Lakin bu səfər F2 nəslində müşahidə edir ki, çəhrayı rəngli çiçəklərlə yanaşı ağ rəngli çiçəklər olan bitkilər də əmələ gəldi. Buradan belə bir nəticəyə gəlir ki, artıq deməli çəhrayı rənglə deməli ağ rəng üzərində dominant təşkil edir, lakin ikinci nəsildə həmin o ağ rəngi daşıyan genlər homozigot vəziyyətə düşdüyü üçün bu artıq fenotipdə biruzə verilir və Mendel ikinci qanununda göstərir ki, həmin alınan nəsillərdə fenotipə görə nə baş verir? 3-ün 1-ə nisbətində bitkilər alınır. Yəni, görürsünüz, 3 hissə çəhrayı rəng alındı, 1 hissə isə çiçəkləri olan bitkilər alındı. Baxın, bunların genotipləri də burada görünür. Genotipə görə onda nisbət necə olacaq müəllimə? 1-in 2-yə 1-ə. İndi baxaq görək, niyə buradan elə oldu? 1-in 2-yə 1-ə. Baxırsınız. Bax, bu bir növ genotip, böyük. Bunlar ikisi eynidir. Böyük kiçiyə. Bu isə bir dənə ayrıdır. Yəni, 1-in 2-yə və 1-ə nisbətində genotip nisbəti alınır. Başa düşürsünüz burasını yəni? Aha, bəli, müəllimə. Bunların da birisi də çarpazlaşması necə gedəcək? Məsələn, bu iki tip qamət verdi. Böyük kiçiyə, bu da yenə böyük kiçiyə. Böyük ilə böyük birləşir. Bu əmələ gətirir. Sonra bu böyük ilə bu böyük birləşdi. Bunu əmələ gətirdi. Sonra bu böyük ilə bu kiçik A birləşdi. Bunu. Sonra bu kiçik A ilə bu böyük A birləşdi. Bunu əmələ gətirdi və bu kiçik A ilə də bu kiçik A birləşdi. Bunu əmələ gətirdi. Birisi də çarpazlaşma bu şəkildə. Bəli. Bunları silək. Bizə bir dənə genetikadan sual düşmüşdü. O da sırf elə o qametlərin tapılması ilə əlaqədərdir. 5 əlamətə görə fərqlənən iki dənə fərq göstərdi ki, çarpazlaşır. Yəni, A, B, C, D, Y əlamətləridir. Və soruşurdu ki, burada qamet sayını soruşurdu. Düzdür, o sualın da cavabını özləri səhv vermişdilər. Sonra hamının xeyrinə hesabladılar. Bir sual salmışlar, onu da səhv salmışlar. Yəni, doğru cavab yox idi də orada. Elə çətin düşmür genetikadan. Deməli, burada biz baxın, dedik ki, fenotipə görə, fenotipcə
Neçə dənə fenotip alındı? 3-ün 1-ə nisbəti. Bir. Genotip isə 1-in 2-yə 1-ə nisbəti. Bəs onda fenotipin və genotipin sayını biz necə tapacağıq? Baxın, fenotipin düsturu F bərabərdir 2 üstü N-dir. Genotip isə G bərabərdir 3 üstü N düsturu ilə tapılır. Baxın, gəlin baxaq. N burada nədir? Heterozigotların sayıdır da. Elə mi? Haydi. İndi Bəli. F1'də böyük A, kiçik A burada bir dənə heterozigot var da, elə mi? Deməli, N'in yerinə 1 qoyanda 2 üstü 1, 2 eləyəcək. Yəni, 2 dənə fenotip olaq. Baxaq görə 2 dənə fenotip alınır mı? Bəli, 2-4 fenotip alınır. Bir çəhrayı rəngli, bir də ağ rəngli olan iki. Genotip isə 3 olacaq. Yəni 3 üstü 1, 3 olacaq. Baxaq, görürsünüz 3 növ genotip alınır. Böyük A, böyük A, böyük A, kiçik A, kiçik A, kiçik A. Görürsünüz, növ say baxımından deyirik ki, 2 növ fenotip var, 3 növ genotip var. Ancaq nisbətini bizdən soruşsa, fenotip 3-ün 1-ə nisbətində, genotip isə 1-in 2-yə və 1-ə nisbətində olacaqdır. Baxın, burada yazmışım. Yəni 2 dənə fenotip var 3-ün 1-ə nisbətində, 3 dənə də genotip var 1-in 2-yə 1-ə. Yəni 3 dənə genotip də 3 nisbət olacaq da, görürsünüz? O da 1-in 2-yə 1-ə nisbətindədir. Aydın oldu bu? Aha, bəli. Baxın, indi bu keçdiyimiz şeylər hamısı tam dominantlıq şəraitinə verir. Nə deməkdir? Yəni, burada çəhrayı rəngi daşıyan A geni, ağ rəngi daşıyan kiçik A geni üzərində tam dominantlıq edir. Lakin bəzən biz qeyri-tam dominantlıq da müşahidə edə bilirik. Buna irsiyyətin aralıq xarakteri deyilir. Qeyri-tam dominantlığı, məsələn, gecə çiçəyi bitkisində görə bilərik. Məsələn, qırmızı rəngli çiçəyi olan bitkini ağ rəngi ilə çarpazlaşdırırlar. Görürlər ki, F1 nəsildə çəhrayı rəngli bir çiçəklər alınır. Halbuki, görürsünüz, deməli, burada qırmızı rəngi daşıyan A geni, kiçik A geni üzərində tam şəkildə dominantlıq etmir. Əgər tam şəkildə dominantlıq etsəydi, burada bütün birinci nəsil hamısı çəhrayı yox, qırmızı olmalıydı. Ancaq qeyri-tam dominantlıq var deyə birinci nəsildə çəhrayı rəngli çiçəklər alınır. Və həmin o çəhrayı rəngli çiçəklər bir-biri ilə çarpazlaşdıranda F2 nəslində həm qırmızı, həm ağ, həm də çəhrayı rəngli çiçəklər alınır və necə alınır? İndi gəlin ona baxaq, hansı genotipə malik olurlar. Baxın, qırmızı rəng tam dominantdır. O zaman biz onu nə yazacaq? Böyük A, böyük A. Böyük A, böyük A. Böyük A, böyük A çarpazlaşır. Nə ilə? Ağ rəngli olan. Ağ rəngli olanı da kiçik A ilə yazacaq. Və bunlar bir-biri ilə çarpazlaşanda bizə nə verəcək? Böyük A, kiçik A verəcək. Və böyük A, kiçik A-nın, deməli, bir dəqiqə, genotipi nədir? Böyük A, kiçik A olacaq fenotipcə çəhrayı rəngdir. Bax, çəhrayı rəngdir olacaq. Sonra bunları da bir-biri ilə çarpazlaşdırıblar. Böyük A, kiçik A, böyük A, kiçik A ilə çarpazlaşdırıblar. Bu zaman nə alınacaq bunların çarpazlaşması? Siz deyin, mən yazın. Böyük A, böyük A. Böyük A, kiçik A, balaca, balaca. Yenə böyük A, kiçik A. Sonra? Böyük A, kiçik A, balaca, balaca. İndi baxaq görək, burada bax. Bu olacaq qırmızı rəngdə. Elə mi? Bu qırmızı rəngdə olacaq. Qırmızı. Bunlar ikisi nə rəngdə olacaq? Çəhrayı, Bu isə ağ rəng. rəngdə olacaq. Deməli, burada artıq biz müşahidə edirik ki, tam dominantlıqdakı kimi genotip və fenotip nisbəti eyni olmayacaq. Düzdür, genotip nisbəti eyni olacaq. Yenə genlər dəyişmir, eyni formada. Yenə də genotipdə 3 dənə genotip olacaq.
1-in 2-yə 1-ə nisbətində. Ancaq fenotip neçə dənə olacaq? 1 dənə qırmızı, bunlar çəhrayı, bu isə 3 dənə gördünüz fenotip alındı. Deməli, qeyri-tam dominantlıq əgər bizə deyərsə, çünki məsələlərdə altda yazır, tam dominantlıq var və yaxud yazır ki, qeyri-tam dominantlıq şəraitində. O zaman biz qeyri-tam dominantlıq deyirsə bizə, yadımızda saxlayaq, qeyri-tam dominantlıqda fenotip genotipə bərabər olur. Fenotip genotipə bərabər olur. Görürsünüz, genotip də 3 oldu, fenotip də 3 oldu. Bu aydın oldu sizə. Yəni, Bəli. tam dominantlıqda gördünüz də çiçəkləri ya çəhrayı ya da ağ rənglər əmələ gəlmişdir. Aha. Ancaq qeyri-tam dominantlıqda artıq 3 fenotipdir. Qırmızı, ağ, bir də çəhrayı rəngli. 3 dənə fenotip. Genotip sayısı eynidir, dəyişmədir. Genotipə görə parçalanma 1-in 2-yə 1-ə. İndi baxaq görə fenotip 3 oldu. Bəs fenotipə görə parçalanma necə olacaq? 1-in 2-yə, bu 2 dənə çəhrayı deyil, 2-yə və 1-ə. Aha. Deməli, yenə görürsünüz genotiplə eynidir. Tam eyni. Genotip genotipə bərabər. Bunu da ümumiyyətdə saxlayaq. Çünki məsələlərdə də verir ki, altdan fenotip genotip, yəni tam dominantlıqdır, yaxud tam dominantlıqdır. Aha. Biz valideyn olaraq, yəni götürdüyümüz fərdlərin heterozigot və yaxud da homozigot olmasını bilməyimiz üçün bəzən analiz edici çarpazlaşmadan istifadə edirlər. Yəni bəzən fenotipcə bir-birinə oxşar olan fərdlər genotipcə fərqli ola bilir. Baxın, məsələn, baxın bu sarı rəngli noxudlardır, bu da yaşıldır, eləmi? Ancaq bu sarıdır da, böyük ya, kiçik ya da sarıdır. Çünki yaxud dominant əlamət var. Ancaq biz bunun zahirən baxdıqda, bunlar ikisi də sarı rəngli toxum kimi bizə görünür. Bəs biz hardan bilə bilərik ki, həmin bu valideyn forma homozigotdur, yoxsa heterozigotdur? Bunu müəyyənləşdirmək üçün analiz edici çarpazlaşmadan istifadə edirlər. Analiz edici çarpazlaşma nədir? Baxaq indi. Analiz edici çarpazlaşmada həmin fərdlər resessiv əlamətli homozigot fərdlərlə çarpazlaşdırılır. Məsələn, bax, böyüyə çarpazlaşdırılır, kiçik ya ilə. Bu zaman nə olacaq? Hamısı böyüyə, kiçik ya, yəni hamısı sarı rəngli verəcək. Və biz buradan biləcəyik ki, baxın, görürsünüz, bu A qaməti verəcək, bu kiçik A qaməti birləşəndə böyüyə, yəni nəsildəki bütün əmələ gələn bitkilər nə olacaq? Sarı toxuma malik olacaq. Və bununla biz biləcəyik ki, deməli, bunun başlanğıc forması homozigot olub da. Yəni, bu homozigot olub. Burada kiçik yağ olmuyor. Burada kiçik yağ olsaydı, bax, buradakı kimi görürsünüz, artıq nəsildə biruzə verəcəkdir. Yəni, burada digər bir əlamət meydana çıxacaqdır. Yox, əgər hamısı eyni, fenotipcə eyni olursa, biz deyirik ki, homozigotdur. Heterozigot olanda isə parçalanma verir. 1-in 1-ə nisbətində neyini? Parçalanma yaranır və ona görə də biz bunun heterozigot olduğunu buradan analiz. Məsələn, mən sizə bir bitki versəm, noxud bitkisi versəm, müəyyən əlamətə, bunun homozigot və heterozigot olmasını sizdən sorursam, baxan kimi siz bilməzsiniz, siz onu, məsələn, sarı 2 dənə toxum versəm, siz onu yaşıl rəngli toxumlarla çarpazlaşdıracaqsınız ki, mən bunun homozigot və heterozigot olduğunu biləm. Aydın oldu? Aha. Çünki bəzən məsələlərdə bu. Məsələn, analiz edici çarpazlaşmaya itlər də misal göstərmiyorlar. Məsələn, itlərdə qara it, bir də var qəhvəyi it. Qara rəng, qəhvəyi rəng üzərində dominantlıq təşkil edir. Məsələn, bu it qaradır, amma biz bilmirik ki, bu it böyük B-dir, yoxsa böyük B, kiçik B-dir. Çünki böyük B-də qara it olacaq, böyük B, kiçik B-də qara rəngli it olacaq. Və ona görə qəhvəyi rəngli itlə çarpazlaşdırırlar və bu zaman əgər hamısı böyük B, kiçik B olarsa biz onda deyirik homozigot olmuşdur. Yox, əgər heterozigotdursa onda parçalanma verəcək. Qəhvəyi rəngli itlər də neynəyəcək?
Yəni, çünki içərisində kiçik B geni var. Bunun kiçik B'si ilə birləşəcək və üzə çıxacaqdır. Hı hı. Baxın, indi biz monohibrid sarpazlaşmadan danışdıq da. Yəni, bax, bu monohibrid sarpaz, yəni bir əlamətə görə fərqlənən fərdləri sarpazlaşdırır. İndi Mendel iki əlamətinə görə fərqlənən, deməli, fərdləri də çarpazlaşdırılmışdır və buna dihibrid çarpazlaşma deyilir. Ümumiyyətlə, əlamətlərin sayı artdıqca biz, məsələn, bir əlamətə görə çarpazlaşmada deyirik monohibrid, iki əlamətə görə fərqlənəndə dihibrid, sonra üç əlamətə görə fərqlənən trihibrid, bax, polihibrid. Bu şəkildə əlamətlərin sayına görə biz bu çarpazlaşmalara ad veririk. Dihibrid çarpazlaşmada Mendel həm sarı və yaşıl rəng götürmüşdür. Eyni zamanda formasını da, yəni hamar və qırışıq olmasını da nəzərə alıb və onların necə nəslə keçməsini izləmişdir. Yəni, Mendel birinci qanununda da müəyyən eləmişdir ki, sarı rəng, yaşıl rəng üzərində dominantdır. Ancaq hamar və qırışığı da hələ ki bu dihibrid çarpazlaşmada müəyyən etmişdir. İndi bura baxaq. Görürsünüz, A böyük A sarı rəngi daşıyan gendir, kiçik A yaşıl rəngi daşıyır, böyük B hamar formanı daşıyan gendir, kiçik B isə qırışıq toxumu formasını verən gendir. İndi bunlar, baxın, böyük A, böyük A, böyük B, böyük B çarpazlaşdırırıq. Yəni, bu nə olacaq? Bunu bir dənə baxaq. Baxın, sarı hamar, yaşıl qırışıqla çarpazlaşdırırıq indi. Baxın, görürsünüz, bu sarı hamardır. Çünki sarı hamar. Bu isə yaşıl qırışıq. Bunları bir-biriyle çarpazlaşdırır və birinci nəsildə alınır böyük A, kiçik A, böyük B, kiçik B. Yəni, nə alınır? Sarı hamar. Yəni, Mendelin birinci qanunu təsdiqləndi. Yəni, bütün fərqlər hamısı dominant əlamətlər üzə çıxır. Və sonra bu böyük A, kiçik A, böyük B, kiçik B-ni öz aralarında çarpazlaşdırır və bu zaman, baxın, üzr istəyirəm, müəllimə. Baxın, burada böyük A, kiçik A, böyük B, kiçik B neçə tip qamət verəcək? Böyük A, böyük kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Eyni zamanda bu da 4 tip qamət verəcək. Bura yazdım. Sonra bunları çarpazlaşdırır. Buna biz nə cədvəl deyirik? Pennet cədvəl deyirik. Bunları da